Bismillahirrahmanirrahim. Salam əziz izləyicilər, hər birinizə xoş gördük. Allah Əsr surəsində buyurur ki, "Vəl əsr innəl insana ləfi xusr." And olsun əsrə, həqiqətən insan xüsrandadır, insan zərərdədir. Əsr dedikdə burada belə təfsir edirlər ki, əsr həmin əsr zamanını bildirir. Əsr vaxtı gün batana yaxın olur. Gün batana yaxın olduğuna görə də Allah bu zamana and içməklə insana bildirmək istəyir ki, zaman tez keçəndir, keçicidir və gün batan vaxtı onu bildirmək istəyir ki, əsrin gün batana yaxın vaxtı olduğuna görə əsrə and içir və bunu bildirmək istəyir ki, zaman tez keçəcək. Yəni tez öləcəksiniz. Hər birimizin günəşi tez batacaq. Zamanın qədrini bilməliyik. Və deyir, innəl insana ləfi xusr. Həqiqətən insan xüsrandadır. Yəni, zamanını dərk eləmir. İnsan zamanın tez keçici olduğunu başa düşmür. Zamanın dəyərini bilmir. Onu da bir gün günəşinin sönəcəyini bilmir. İlləl-ləzīnə āmenū və amilu's-salihat. İstisna qoyur. Ancaq iman gətirib salih işlər görənlərdən başqa. İlləl-ləzīnə āmenū və amilu's-salihat. Yəni, onlar zamanın dəyərini bilir. Bilir ki, vaxt tez keçir. Ölüm yaxınlaşacaq. Hər birimizin günəşi batacaq, tez bir zamanda iman gətirirlər və imanlarının artması üçün salih işlərlə məşğuldurlar. Yəni, bu kəslər zamanın dəyərini bilənlərdir. Bunlardan başqa kim salih iş görmür, iman gətirmir, imanın dərəcəsini artırmırsa, o demək ki, zamanın dəyərini başa düşməyib, tez keçici olan bir zamanı dərk eləməyib. Əsr elə vaxt ki, gün batana yaxındır. Tez bir zamanda biz də batacaq və tarix boyu nə qədər insanlar olub. Eləyərəm də, yaxşı iş görərəm, onu eləyərəm, hələ vaxtı var deyib, amma dünyasını dəyişiblər. Onların günəşi batıb. Allah and içməklə demək istəyir ki, oyanaq biz. İlləl-ləzīnə āmenū və amilu's-salihat və təvasau bil-haqqi və təvasau bis-sabr. Və bir-birinə səbri tövsiyə eləyərlər. Bir-birinə haqqı tövsiyə edirlər. O haqqı və səbri tövsiyə eləyənlərdən başqa, yəni səbirli olmağı və haqqı çatdıranlardan başqa ki, onlar da zamanın dəyərini bilənlərdir. Bu surə həqiqətən də çox bizi qəflətdən oyadan surələrdən biridir və çox gözəl bir surədir ki, Allah burada insan üçün əvvəla and içir. İnsan da bir şeyə and içəndə özünü isbat etmək üçün dəyərli bir şeyə and içər. Allah da nəyəsə bir şeyi bizə çatdırmaq istədikdə bu əsr zamanına and içir ki, bu dəyərli bir şeydir, vaxtı az qalıb. Əsrlə gün batana yaxın vaxtı az qalıb, o arada bir iş görməlisiniz. Vaxtınız azdır və o zamanın dəyərini bilib, orada yaxşı iş görsəniz, nicat tapacaqsınız. Zaman dəyərlidir Allah üçün və zamana and içməklə bizə bildirmək istəyir ki, tez bir zamanda yaxşı işlərlə məşğul olun, əks halda ölümünüzə az qalıb.